Qısa bir fasilənin ardından yenə davam edirik. Sualımız belədir. Work and travel kimlər üçündür? Müraciət necə olur? Videolarınız maraqlı davam gəlsin. Çox sağ olun. Work and travel 18-25 yaş arasında təhsil alan tələbə gənclər üçündür. Hansı ki, bu bakalavr olar, bu magistr olar, fərq eləməz. Necə müraciət olunur? Hər ilin avqust ayında müraciətlər açılır. Şirkət müraciətləri qəbul edir. Müraciətlər qəbul etdikdən sonraki adımları sizə deyim. Birinci addım, öz detallarınızı göndərirsiniz ora. Məsələn, adım Teymurdur, Xəzərdə oxuyuram, 99 ortalamam var, 9 IELTS-im var. Belə. Yəni, burada heç bir məhdudiyyət yoxdur ki, siz bu proqrama müraciət edə bilmərsiniz. Sadəcə şirkət sizə deyir ki, hə Teymur, sənin ortalaman 53-dür. Fikirləşirəm ki, sənin viza almağın çətin olar. Amma yenə də sənin qərarındır. Bax gör nə edirsən. Yəni müraciət etməzsənsə müraciət edə bilərik. Yəni problem yoxdur. Hə, razılaşdınız, hər şey qaydasındadır. Fikriniz deyirsiniz, füsioda mən müraciət edəcəm. Ondan eynisiniz. $350 ilkin ödənişi ödəyirsiniz. Yəni bunu bilməm, mən $350 ödəmişəm. Elə bil başlanğıc üçün bu məbləği ödəyirsiniz, daha sonraki prosedurlar üçün. Deməli, ikinci prosedur nədir? Sizə bir PDF verəcəklər. Bu PDF-in içərisində sizə nə lazımdırsa, yəni o proqram müddətində hansı addımları keçməlisiniz, hamısı onun içərisində yer alacaq və orada bir saytın linki olacaq. O linkə klik eləyəcəksiniz və daxil olacaqsınız bir sayta. O saytda isə siz bütün öz informasiyalarınızı, adınızı, soyadınızı, yaşadığınız yeri, çətin vəziyyətdə kimlə əlaqə saxlamaq lazımdır. Daha sonra nələr deyim sizə, başqa nə var? Hansı universitetdə oxuyursunuz, ixtisasınız nədir? Yəni bu kimi məlumatları siz hamısını ora doldurursunuz. İş təcrübəniz varmı? Hansı işlərdə işləmisiniz? Hansı işlərdə işləmək istərsiniz? Hansı işlərdən sizə təklif gəlsin? Yəni bu punktları doldura bilərsiniz orada rahatlıqla. Daha sonra bu anketi doldurduqdan sonra siz video CV çəkməlisiniz. Hansı ki, bunu öz o saytın video CV bölməsinə yükləyəcəksiniz. Bu video CV-də 60-90 saniyəlik olur, özünüz haqqında məlumat olur və harda işləmisiniz, təcrübəniz varmı hansısa işlər üzrə. Deyək ki, mən qabaqsa ofisiant işləmişəm, orada qeyd edirəm ki, mən restoranda ofisiant işləmişəm, bu haqda təcrübəm var. Yəni bunları hamısını əlbəttə ingilis dilində cavablayırsınız. İndi sual ola bilər ki, hə, ingilis səviyyəmiz nə qədər olmalıdır ki, biz bu proqramda iştirak edək? Mən ingilis səviyyəm o qədər yaxşı deyil, sözün düzü. Yəni, buna baxmayaraq, bir təhər videonu çəkirsiniz, bura gəlirsiniz, danışmaq, daha sonra qulaq asasa, yəni yavaş-yavaş özünüzü inkişaf elətdirirsiniz, bu barədə narahat olmayın. İngilis diliniz super olmalı deyil, sadəcə video CV-də danışa biləcək qədər bir ingilis diliniz olsun ki, daha sonralar sizə rahat olsun. Bundan sonraki adımda isə artıq siz alır, ora sizin məlumatlarınızın hamısı yerləşdirilir, video CV-niz yüklənir və daha sonra hansı proseslər baş verir. Daha sonra mən Amerikada iş verənəm. Mən Amerikada employer'am və girirəm saytına, baxıram. Hə, Teymur Abdullayev, Bakı, 19 yaşı var, 4-cü kursda təhsil alır. Məsələn, hansı işlərdə təcrübəsi olub, baxıram oraya, hə, ofisiant olub, sonra, nə bilim, dishwasher işləyib, filan və video CV-sini izləyirəm. Adətən video CV-lərdə sizdən tələb olunur ki, güləriz olasınız. Güləriz, pozitiv, özünüzü səlis şəkildə, yaxşı bir şəkildə ifadə eləyəsiniz ki, yəni biz iş təklifi gələn yerdə yaxşı yer olsun. Yəni xoşladığınız bir yer olsun, hansı ki, siz orada 3 ayınızı keçirəsiniz. Yaxşı bir yerdə, necə deyirlər, işləmək biraz da olsun sizin əlinizdədir. Çox da olsa şans məsələsidir. Digər sual, work and travel-da seçim prosesi olur, ingilis dil səviyyəm
IELTS sertifikatım var, C1 və tutaq ki, bütün viza proseslərini tamamlamışam, onda 100% gedə bilərəmmi? Work and Travel-da seçim prosesi dedim necə olur, o haqda qeyd eləmişəm. İngilis səviyyə IELTS sertifikatınız varsa, lap əla, super bir şeydir. Çünki İngilis dili burada önəmlidir. İngilis diliniz varsa, hiss edirsiniz ki, digər tələbələrdən fərqlənirsiniz. Yəni, ofisiantları burada çox vaxt yox, elə bütün vaxtı İngilis dili bilməlidir. IELTS sertifikatım var, dedik, bunu qeyd elədik və tutaq ki, bütün viza proseslərini tamamlayıbsınızsa, artıq sizin gələcəyiniz onsuz 100% garantiyadır. Yəni, burada sizi heç kim məhdudiyyət qoya bilməz ki, yoxsa gedə bilmərsən. Nə zaman bir problem ola bilər? Deyək ki, siz bütün viza mərhələlərindən keçdiniz, amma employeriniz deyir ki, Teymur, sağ ol, mən istəmirəm səni, gəlmə. Yəni, bunu da fikirləşmirəm, yəni, olar. Yəni, bu barədə düşünmürəm, olar. Yəni, amma ən pis ehtimal, yəni, çox 0,0001-də belə bir hadisə baş verə bilər. Yəni, burada onsuz ən çətin yol vizanı almaqdır. Vizanı aldıqsa, gerisini fikirləşməyə dəyməz. Digər sualımız nədir? Hansı universitetdə oxumusunuz? Necə getmişsiniz? Bir də sual var. Qaqa, Work and Travel-a bir dəfə getmək olar, yoxsa hər il getmək olar? Qaqa, Work and Travel-a hər il getmək olar. Yəni, əgər niyə də yox da, yəni, pulun varsa, yaşın da uyğundursa, yaşın dediyim, yəni, universitetin uyğundursa, birinci, ikinci, üçüncü kurssansa, 18 yaşın varsa və yaxud da 17 yaşın varsa, 18 olacaqsa proqrama müraciət etdikdən sonra, əlbəttə olar. Yəni, niyə olmur ki? Yəni, hər il get, gələnə 4 ildən sonra bir ev alarsan başlayır. Magistratura tələbələri vatan müraciət zamanı qəbul olmaları yüksəkdirmi? Magistr tələbələri, yaxşı olar ki, siz bunu konsultasiya eləyəsiniz şirkətdən. Yəni, onlar sizə tövsiyə versin, mənim biraz tövsiyə verməyim düzgün olmaz. Amma gördüyüm qədərilə odur ki, viza alanda biraz problemlə üzləşə bilərsiniz. Amma şirkətin də datası var. Sizi hansısa bir ölkəyə yönləndirə bilər ki, ay filan kəs, Kənan məsələn, get vizanı al, nə bilim, Monqolistandan get vizanı al. Orada viza asandır. Orada master tələbələrinə güzəştlər olunur. Məsələn də indi baxmışıq statistikalarına, onlara viza veriblər. Yəni, bu şəkildə məsələləri həll eləmək olar. Ondan narahat olmuyor. Bu sualı oxumuşam mı bilmirəm. Salam qaqa, necəsən, iş tapa bildin? Yaxşıyam qaqa, sağ ol, sən necəsən? İş tapmışam. Yəni, bura iş tapmadan gəlmək qeyri-mümkündür. Yəni, gələ bilmərsən. Yəni, burada viza mərhələsini girmək üçün sənin mütləq iş təklifin olmalıdır ki, yəni, sən deyəsən ki, mən iş təklifim var da, yəni, buna görə gedirəm. Keyfimdən durub getmirəm ki. Yəni, iş təklifi olmalıdır, qısacası. Ki, bura gəlməyin üçün. Abi, hansı şirkətli və qaydandan sonra almaq olur? Olmaq olur, almaq olur, olmaq olur, almaq olur, olmaq olur. Başa düşmədim tam olaraq, amma şirkətdir, indi orada yerləşdirəcək, videoda görəcəksiniz. Yəni, əlaqə saxlaya bilərsiniz sözlərindən, sizi özə yönləndirəcəklər. Hansı iş işləyirəm? Burada mənə iş təklifi gəlində wait staff gəlmişdi. İndi yerləşdirərsən, ora görsünlər. Wait staff işi nədir? Hər yerdə bu fərqli cür ola bilər. Burada toylarda və xüsusi tədbirlərdə, daha sonra xüsusi tədbirlər yasda xeyirdə, şəhərdə nə edirsən? İnsanlara qulluq edirsən, yəni ofisiantlıq edirsən qısacası. Bəzi günlər ola bilər ki, bu dəyişsin, ofisiantlıq olmasın, kuryerlik edirsən, yəni pastavşik eləyə bilərsən. Amma eyni pul alırsan, ofisianta necə pul tip gəlirsə, çayvoy gəlirsə, sən də o qədər də gəlir, yəni o barədə heç narahat olmağa dəyməz. Bəzən ola bilər ki, sabah toydur, toya hazırlıq, həmən günlərdə bu stolların quraşdırılması, bu süfrələrin salınması, dekorların qurulması, bla 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 bla, yəni belə gedir yəni bu işlər. Gərək işləyəsən, başa düşəsən, amma onu deyə bilərəm ki, iş maraqlıdır. Burada şəkillərdə görəsiniz, 3 fərqli cür formamız var. Göy forma, pingvin forması deyirik o qalstuklu formaya, bir də qara forma. Qara formanı geyinirik biz biznes mitinqlərində, yazda. Adi formanı, adi dediyim yəni göy formanı geyinirik o
hazırlanma prosesində, yəni setup günündə geyinirik göy formanı. Pinguin formasını, yəni ağ-qara formanı toylarda geyinirik. Toylarda və qalalarda geyinirik o formanı. Yəni bunlar içərisində soruşsanız ən sevdiyim əlbəttə göy formadır, çünki çox rahatdır. Belə. Instagram yoxdur. Instagram əlbəttə var, niyə yoxdur? İndi Instagramı ora görəcəksiniz, istəsəz izləyə bilərsiniz. Düzü Instagramda o qədər aktiv deyiləm, yəni sadəcə şəkillər paylaşıram, amma fikirləşirəm ki, bundan sonraki növbəti videolarda qısa kəsitlər olsun və yaxud da gördüyüm burada maraqlı bir şeylər olsun, onları çəkim, yəni paylaşım. Digər sual. Salam, nə qədər xərciniz çıxıb hər şeyə daxil bir-bir deyərsən zəhmət olmasın. Aha, qəşəng suallardan biri. Nə qədər xərcimiz çıxıb? Deməli, proqramın qiymətini dedik $2059. Daha sonra biletlər dedik $960 və $1000 da bir cib xərcliyi götürsəz $4000 xərciniz çıxır ümumilikdə. $4000 siz narahat olmayın. Yəni burada o pulu qazanacaqsınız, yəni bir problem deyil $4000. $1000 indi cib xərcliyi çox ola bilər. Yəni $500, $400. Sadəcə indi xarici ölkədəsən, uzaq yerdəsən deyə biraz çox götürməyin problem deyil deyə fikirləşirəm. Hələ mən götürdüm o cib xərcliyini, hələ də xərcləyirəm, hələ də qurtarmamışam. Yəni burada nəyə xərcin çıxa bilər? $130 hər 2 həftədən bir mənim öz maaşımdan çıxır. $65 həftəlik burada tələbə yataqxanası. Tələbə deməyim burada, yəni bu işçilərin qaldığı yerdə qalıram deyə $65 həftəlik verirəm, onu da yəni maaşımdan avtomatik çıxırlar. Yəni qısaca ümumiləşdirsək hər şeyi, Amerikaya gəlib bu xərclərdən əlavə pul qazanıb gedə bilərsiniz. Qəti şəkildə yəni maddi cəhətdən narahat olmayın. Sağ olun, salamat qalın. Ümid edirəm ki, bu video sizə köməkli olacaq. Əlavə bir suallarınız olarsa da yazıb Instagramdan və yaxud da YouTube kommentində göndərə bilərsiniz. Suallar çox olduğunu görsəm, yəni yeni bir videoda çəkib paylaşmaq olar. Sağ olun, salamat qalın. Sizinlə mən idim Aytəkin Alxaslı.